إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد السلام عليكم ورحمة الله وبركاته değerli kardeşler. Və bundan sonra inşallah ki, qaldığımız yerdən başlayırıq oxumağa Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin həyatın Şeyx Arafat İbn Həsən Əl-Muhammedi Hafizahullahın şərhi ilə qısaca yenə xatırlatma edərdim Şeyx haqqında. Şeyx Arafat, Allah onu qorusun, Mədinədə dərs verən salamat böyük şeyxlərimizdəndir. Şeyx Ubey kimi, Şeyx Rabi kimi və digər böyük şeyxlərimizin, Allah onlara rəhmət etsin, tələbəsidir. Allah şeyximizi qorusun, ömrünə bərəkət versin, özünə itaətdə Allah onu uzatsın. Amin. Və şeyx davam edir. Fəqad cəət ən-nususul kəthirətəlləti tubeyyin xalqən Nəbi sallallahu aleyhi və səlləm umuman və tubeyyin husnu surətihi və mənzarihi və i'tidal xilqətihi sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin xalqı, yaradılışı haqqında, onun gözəl surəti haqqında, həyatı haqqında kifayət qədər şəriətimizdə dəlillər gəlib, dəyərli qardaşlar. Yəni, kifayət qədər nasslar var, dəlillər var, Qurandan və sünnədən, sahabələrimizdən. Və onlardan biri, fəfi hədisin Ənəs radiyallahu anhu ənə Əbə Bəkrin kən yusalli ləhum fi vəcə'in Nəbi sallallahu aleyhi və səlləm əlləzi tufiyə fihi. Ənəs radiyallahu anhudan gələn hədisdir, onlardan biri Şeyx Arafat gətirir. Ənəs radiyallahu anhu buyurur ki, Abu Bakr radiyallahu anhu namaz qıldırırdı. Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfat etdiyi xəstəliyi olan həmən günü Abu Bakr radiyallahu anhu insanlara namaz qıldırırdı. Hətta izə kəni yevmül isnin, yəni ikinci günü idi. Yevmül isnin. İkinci günü, qardaşlar, bizdə birinci günü nəzərdə tutulur. Ərəblərdə bizdə olan birinci günü bazar ertəsi, onlarda yevmül isneydi, ikinci gündür. Və hum sufuf fis-salah. Cemaat deyir, namazda idi Ənəs radiyallahu anhu. Fəkəşəfən Nəbi sallallahu aleyhi və səlləm sitral hucra yanzur ileynə və hum qaim. Peyğəmbər sallallahu aleyhi və səlləm Ənəs radiyallahu anhu buyurur ki, hücrəsinin, yəni otağının sitrin, pərdəsini çəkir və bizlərə baxdı. O, ayaq üstə idi, Allah Rəsulü. Kəənnə vəchəhu varaqatu mushafin. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin üzü sanki mushafın vərəqi kimi idi. Yəni, ağ idi. Thumma təbəssəmə yadhək. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm təbəssüm elədi və güldü. Fəhəməmnə ən nəftətinə minəl fərah bi rü'yətin Nəbi sallallahu aleyhi və səlləm. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmin sevincindən az qaldı ki, namazımızdan çıxaq. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm sevinir, onları görüb gülür və onlar da Allah Rəsulundan, yəni onu görməkdən ötürü o qədər darıxırdılar ki, az qaldı ki, deyə namazımızdan çıxaq, onu görək. Kəənnə fənəkəsə Əbu Bəkir alə aqibeyhi. Ənəs radiyallahu anh deyir ki, Əbu Bəkir geriyə çəkildi. İmam idi namazda. Geriyə çəkildi. Liyyas ilə saffa gəldi. Və zannə ənə Nəbi sallallahu aleyhi və səlləm xaric ilə salə. Əbu Bəkir zənn etdi ki, Allah Rasulü namaza çıxıb. Sallallahu aleyhi və səlləm vəfat etdiyi gün. Fəəşarə iləynə Nəbi sallallahu aleyhi və səlləm ən ətimmu salətəkum. Peyğəmbər sallallahu aleyhi və səlləm işarə elədi ki, namazını tamamlasın, namazınızı tamamlayın. Yəni, gələ bilmirdi Allah Rasulü, ağrısının şiddətindən. Və ərxəs sitir fətuvufiyyə min yevmihi. Və Peyğəmbər sallallahu aleyhi və sələm sitrəni, pərdəni saldı aşağı və həmən gündə Allah Rasulü vəfat elədi. Və şəhid huvə qavlu Ənəs radiyallahu anhu. Şeyx Arafat gətirir ki, burada bu hədisdən Ənəs radiyallahu anhunun bu sözü şahiddir. Nədir? Ənəs radiyallahu anh deyir ki, kəənnə vəchəhu varaqatı mushaf. Peyğəmbər sallallahu aleyhi və səlləmin üzü sanki mushafın ağ vərəqi kimi idi. Şahid olan hissəsi budur.
فعبر بهذا عن الجمال وحسن البشرة وصفاء الوجه واستنارته. Üzünün gözəlliyini, dəlinin hamarlığını, üzünün saf olmasını, yəni nurlu olmasını Ənəs radiyallahu anhu izah etmək üçün belə demişdir. Kəənnehu vəchəhu varaqatı mushaf. Sanki mushafın vərəqi kimi idi, ağ vərəqi idi. Və fi hədisin Cərir ibn Abdillah radiyallahu anhu, Cərir ibn Abdillah radiyallahu anhu rəvayət edir hədisdə ki, hətta ra'aytu vəchə Rasulullah sallallahu aleyhi və səlləm yətəhəlləlu kəənnehu muzhəbətun. Rasulullahın, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevincindən onun üzünün parladığını gördüm deyir. Kim? Cərir ibn Abdillah radiyallahu anhu. Sonra deyir ki, sanki o bir muzhəbə idi. Baxın, üzünün necə olmasını izah etmək üçün Cərir ibn Abdillah sahabə deyir ki, sanki muzhəbə idi. Muzhəbə. Muzhəbə nədir? Şeyx izah edir, buyurur ki, vəl muradu işraqu vəcihi və tənvirihi. Onun üzünün parlaqlığına, nurlu olmasına işarədir. Yuşiru ilə ləvniz zəhəb və işraqihi. Burada mushəbə dedikdə, yəni qızılın rənginə çalan, yəni parlaqlığına çalan bir aydınlıq izah olunur ki, yəni onun üzü sanki mushəbə idi, yəni üzü o qədər parıldayırdı Allah Rəsulunun, nurlu idi. Sallallahu aleyhi ve sellem. Qaləl uləməhu alə vəcihi. Alimlər mushəbə haqqında iki üsul deyiblər, yəni iki növə bölüblər. Əhədəhumə mə'nahu, birinci sinif deyib ki, mənası üzün gözəlliyini və parlaqlığını izah etmək baxımından bəlağədir bu kəlmə. Cərir ibn Abdillah radiyallahu anhu onun üzünün, Allah Rasulunun parlaqlığını izah etmək üçün belə demişdir. İkinci sinif isə söyləyib ki, şəbbəhəhu fi husni nurihi bil muzhəbə minəl culud. Dəridən olan bir əşyadır, mushəbə, ona bənzədiblər. Ona görə həmin əşyaya görə də mushəbə adlandırır. Niyə o əşyaya görə? Çünki وَهِيَ شَيْءٌ كَانَتِ الْعَرَبِ تَسْنَعُهُ مِنَ الْجُلُودِ. Ərəblərdə bir əşya idi, onu cilddən, yəni dəridən düzəldirdilər. وَتَجْعَلُ فِيهِ خُطُودًا مُسْحَبًا يُرَى بَعْضُهَا إِثْرِ بَعْض. Üzərində də xəttlər olurdu, bir-birin təqib edən xəttlər olurdu, bir-birinin ardınca. O da çox parlaq idi, nurlu idi. Ona görə misal olaraq deyirlər ki, mushəbə. Lakin daha doğrusu birinci rəydir ki, yəni üzünün gözəlliyinə, nurlu olduğuna görə, parlaq olduğuna görə mushəbə deyiblər. Və fi rivayə zəkərəhə əl-Humeydi, Humeydi rahiməhullah həmsinin digər bir rəvayətə gətirir ki, kəənnəhə mudhunə. Sanki Allah Rasulunun üzü mudhunə idi. Baxın, bunlar elə kəlmələr ki, fikir verin, hətta ərəbin özü başa düşmür. Ona görə sən müəyyən oxunulacaq bir kitabı hər hansısa şeyxin şərhi ilə, hər hansısa müəllimin dizinin dibində oxumalısan ki, düzgün başa düşəsən. Qardaşlar, ona görə deyilir ki, öz başına oxuma olmaz. Kəənnəhə, şeyx deyir ki, mudhənə. Sanki Allah Rasulü mudhənə kimi idi. Mudhənə də nədir? Vəl-mudhənə huvəl-inəvəl-ləzi yudhinu fihi. O, içində yağ olan bir qabdır. O yağı saf saxlamaqdan ötürüdür. Və əydən min məanihi huvə ismun lin-nugira fil-cibəl əlləti yestəcməə fiyhə mə'ul matar. Həmsinin dağın başında deyir, bir oyuq olur, dağların başında. Həmin yerə deyir, yağış yağanda su yığılır. Həmin su da çox şəffaf olur, saf olur. O suyun saflığına görə Allah Rasulunun üzünü də elə adlandırıblar ki, yəni o qədər saf idi. Peyğəmbər sallallahu aleyhi ve sellem üzü təmiz idi, saf idi. Fəşəbbəhə safəhə vəchəhul kərim sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem mübarək üzün vəsf etməkdən ötürü ravi bisəfə'i həzəl mə. Bu suya bənzədib. Ravi Allah Rasulunun üzün izah etməkdən ötürü. Və həmçinin də o təmiz, saf qalmış, saf saxlanan o qaba, mudhunə.
içində yağ saxlanılan qaba bənzərdir. Və alə kiləl vəçhin səvə qulna mushəbə və həzə huvəl məşhur. Av qulna mudhunə. Hər ikisi deyir, doğrudur, lakin birinci rəy Peyğəmbər sallallahu əleyhi və səlləm üzünün nurlu olmasına görə bənzədilmiş mushəbə daha üstün olandır. Fəl-məqsud bihimə əs-safə vəl-istinara və lihəzə kənə ammuhu Əbu Talib. Və buna görə də şeyx deyir ki, məqsəd də nədir? Hər ikisindən Peyğəmbər sallallahu aleyhi və səlləmin üzünün saf olmasını, nurlu olmasını göstərməkdən ötürü sahabə bu cür adlandırıb. Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsi Əbu Talib onun haqqında deyərdi şeirində. Və söyləyir ki, وَأَبْيَدُ يُسْتَسْقَى الْغَمَامُ بِوَجْهِهِ ثِمَالُ الْيَتَامَ عِسْمَةٌ لِلْأَرَامِلِ. Əbu Talib deyərdi. Deyərdi ki, onun üzü əbiyyatdır, ağdır, safdır, parlaqdır. Və insanlar deyir, buluddan onun üzü xatirindən istəyərlər yağış. Yəni, onun əli ilə yağış istəyərlər. Əbu Talib bilirdi. Və həmsinin deyir ki, Thiməlul yətəmə, yetimlərin yardım ediyənidir Muhammed. Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında elə şeir deyirdi. Deyirdi ki, o yetimlərə yardım ediyəndir və ismətu lil əramili. Dul qadınların iffətini də, namusunu da qoruyan kişidir. Sallallahu aleyhi ve sellem. Fəan İbn Ömər radiyallahu anhu kəni yetəməthələ bihəzəl beyt. Qalə, ربما ذكرت قول الشاعر وأنا أنظر إلى وجه النبي صلى الله عليه وسلم يستسقي. İbn Ömər radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fəmə yənzilu minbərdən enməmişdən əvvəl minbərdə olarkən istisqa duası edirdi. Yəni, yağış istəyirdi Allahdan. Yağış istəyirdi və yağış şiddətli yağmağa başladı, bol yağmağa başladı. Və mən deyir, bu Əbu Talibin əmsinin söylədiyi şeiri xatırladım. Ki, o deyirdi ki, insanlar onunla yağış istəyirlər. Yəni, Peyğəmbərdən gəlib xahiş edirdilər ki, Allahdan istə ki, yağış yağsın. Və Ənəs radiyallahu anhu qalə kənə Nəbi sallallahu aleyhi ve sellem əhsənən nəs. Əhsənən nəsi. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem insanların ən gözəli, ən yaraşıqlısıydı. Ən yaxşısıydı. Və fi ləfsin anhu qalə, həmsinin Ənəsdən rəvayət olunur ki, radiyallahu anhudan, kənə Rasulullah sallallahu aleyhi və səlləm min əcməlin nəs. Allah Rasulullah sallallahu aleyhi və səlləm insanların ən gözəl olanı idi. Və anhu qalə, yenə də Ənəsdən rəvayət olunur, kənə Rasulullah sallallahu aleyhi və səlləm həsənəl cisim. Peyğəmbər sallallahu aleyhi və səlləm cismi gözəl olanı idi. Yəni, Allah Rasulü gözəl bədən quruluşuna sahibi idi. Hətta zahiri, cismi gözəl olan bir Peyğəmbər idi. Və anhu qalə, yenə də Ənəs radiyallahu anhudan rəvayət olunur ki, kənə həsənəl vəchi, ləm ərə bə'dahu və lə qabləhu misləhu. Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl üzlü idi, üzü çox gözəl idi. Ənəs deyir ki, radiyallahu anhu, nə ondan əvvəl, nə də ondan sonra onun kimisini görmədim. Və fi hədisi Əbu Tufeyl, həmsə Əbu Tufeldən, böyük sahabədən, rəvayət olunur ki, kənə əbiyyada məlihəl vəc. Peyğəmbər sallallahu aleyhi ve sellem ağ idi. Ağ idi, beyaz idi üzü və məlihəl vəc, gözəl üzlü idi, yəni gözəl üzə sahibi idi. Yaraşıqlı idi, yəni Allah Rasulullah. Fayda üçün deyim, Əbu Tufeyl radiyallahu anhu Hicrət 100-cü ildə vəfat edib. Hicrət 100-də vəfat edib və deyər ki, sahabələrin, insanlar içində olan deyərdi ki, sizin içinizdə Peyğəmbəri ən son görən mənəm. Yəni, Allah Rasulun sahabələrindən ən son dünyasını dəyişəndir, səhv etmirəmsə. Yəni, daha doğrusunu Allah bilir. Və qaləl-bəra, və qalə Ömər radiyallahu anhu, Ömər radiyallahu anhu buyurur ki, kənə min əhsənin nəsi səğra. Allah Rasulü Muhammed s.ə.v insanların ağız dişlərinə görə, ağzına görə, yəni bu quruluşa görə, ön dişlərinə görə insanların ən gözəli idi Muhammed sallallahu aleyhi ve sellem. Və qaləl-bəra, həmsinin Bəra radiyallahu anhu söyləyir ki, kənə Rasulullah sallallahu aleyhi və səlləm əhsənən nəsi vəchə. Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm üz cəhətdən insanların
ən yaraşıqlısı idi, ən gözəli idi. Fikir verin, nə qədər rəvayətlər gəlir. Allah Rasulunun üzü haqqında hələ, sahabələrdən. Ona görə şeyx kitabın əvvəlində dedi ki, rəvayətlər mütəvatirdir, çoxludur, ard-arda nə qədər rəvayətlər var Allah Rasulunun haqqında. Və Ənəs radiyallahu anhu kənə əksər mən vəsəvə şəmail. Şeyx deyir ki, gətirir, Ənəs radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin şəmailin, həyatın vəsf edən, yəni ən çox vəsf edən sahabədir. Lə siyyəmə mütəalliqə bi sifətihil xalqiyyə. Xüsusilə də Peyğəmbər sallallahu aleyhi və səlləm xilqəti vəsflərini bizlərə çatdıran, yəni vəsf edən, ən çox vəsf edən sahabədir. Kimdir? Ənəs radiyallahu anh. Yadımıza saxlayaq. Ən çox Allah Rasulunun xilqətindən, vəsflərindən danışan. Nə səbəbə? Yaxşı. Sual verirsən ki, qardaş, nə səbəbə? Şeyx səbəbi izah edir. Və huvəl-ləzi xadəmən nəbi sallallahu aleyhi və səlləm aşra sinin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmə Ənəs radiyallahu anhu 10 il xidmət edib. 10 il xidmətçisi olub. Ona görə Peyğəmbər s.ə.v həm xilqəti, həm xuluqi, əxlaqi xasiyyətin xüsusiyyətlərini bilirdi. Vəqət suiləl bəra və həmsinin Bəra radiyallahu anhudan soruşulur ki, Əkənə vəkhun nəbi sallallahu aleyhi və səlləm mislə seyf. Sahabədən soruşur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin üzü qılınc kimi idi? Görün nə cavab verir? Qalə, sahabə Bəra radiyallahu anh deyir ki, Lə, xeyr, Peyğəmbər sallallahu aleyhi ve sellem üzü qılınc kimi deyildi. Bəl, əksinə, mithlul qamər. Əksinə, onun üzü ay kimi idi. Sahabənin, qardaşlar, fəhminə baxın, niyə qamər adlandırır? Deyir ki, onun üzü qılınc kimi idi. Qılınc da parlayır axı, parıltılıdır. Deyir ki, əksinə, yox, qılınc kimi deyildi, əksinə ay kimi idi. Səbəbin neyir? Və fi ləfsin, həmçinin başqa bir ləfsə gəlir ki, onun üzü sallallahu aleyhi və səlləmin mithlu şəmsi vəl qamar. Əksinə, günəş və ay kimi idi Allah Rasulunun üzü. Və kənə müstədiran. Və üzü Allah Rasulunun yumru idi, yəni. Uzun deyildi, belə deyək, uzun deyildi, yumru idi. Qalə şürrah, hədisi şərh edən alimlər deyir ki, Fis-seyfi tulu. Fikir verin. Seyf, qılınc, tul, uzundur. Və fil-qamar tədbir. Ay isə yumrudur. Vəl-qamar yusafu bil-husn mə lə yusafu seyf. Ay qılıncın vəsf edilmədiyi bir gözəlliklə vəsf edilib. Ona görə dedi ki, qılınc kimi əksinə Allah Rasulunun üzü ay kimi idi. Ayda deyilir bir gözəlliklə vəsf olunub ki, qılınca elə gözəllik verilməyib. Fəlizəlikə adələ ilə təşbihi bil qamar. Ona görə də bənzətməsinin aya yönətdi. Bəra radiyallahu anhu. Yuhtəməl ən yəkunə əradə mislə seyfil-ləm'an və siqal. Seyf deməklərində isə məqsədi ehtimal olunan odur ki, qılınc necə ki parlaqdır, parıldayır gündəyəndə, Allah Rasulü da elə üzü nurlu idi. Fəqalə, əksinə, dedi ki, bəl fəvqə zəlikə və adələ iləl qamar. Əksinə, qılıncdan daha üstün idi və dedi ki, ay kimi üzü parıldaydı. Və biz hər iki rəvayəti şeyxliyə cəm etsək, qılınc kimi və ay kimi və buradan çıxaracaq ki, yəni Allah Rasulunun üzü həm parlaq idi, həmçinin də dairəvi idi, yəni yumru idi Allah Rasulunun üzü. Və fi bə'di rivayət və fi hədis Əbu Hureyr radiyallahu anhu, Əbu Hureyr radiyallahu anhudan gələn hədisdə isə keçir ki, Mə rəaytü şeyən əhsənə min Rasulillah sallallahu aleyhi və səlləm kənə şəmsə təcri fi vəcihi. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən daha gözəl, daha yaraşıqlı bir şey görməmişəm. Əbu Hureyra deyir. Yəni, o ən yaraşıqlı olan idi, ən gözəl olan idi. Əbu Hureyra radiyallahu anh deyir ki, Kənə şəmsə təcri fi vəcihi. Günəş sanki onun üzündə cərəyan edirdi, dövr edirdi. Sanki günəş Allah Rasulunun üzündə idi. Fəşəbbəhə Əbu Hureyra.
Abu Hureyra radiyallahu anhunun bənzətməsi ki, günəş onun üzərində cərəyan edirdi, dövr edirdi. Yəni, o deməkdir ki, günəş öz fi fələkihə, öz orbitində hərəkət etməsini gözəlliyin Allah Rəsulunun üzərində cərəyan etməsinə bənzətdi Abu Hureyra. Yəni, sanki günəş deyir, onun üzündə hərəkət edirdi. Və qalə Kəb ibn Məlik. Kəb ibn Məlik radiyallahu anh deyir ki, Fələmmə səlləmtu alə Rasulullah sallallahu aleyhi və səlləm, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə salam verdikdə, və huvə yabruqu vəchuhu minəs-surur. Onun üzü sevincindən parıldayırdı. Və kənə Rasulullah sallallahu aleyhi və səlləm İzə surra istənara vəchuhu həttə kəənnəhu qit'atu qamərin. Rasulullah sallallahu aleyhi və səlləmin sevindiyi zaman üzü elə nurlanırdı ki, sanki deyir, ayın bir parçası idi onun üzü. Allah Rasulunun. Və kunnə nə'rifu zəlikə minhu. Və biz də onun sevindiyin Allah Rasulunun üzündən bilirdik, deyir. Üzündə təzəlli edirdi. Sallallahu aleyhi və səlləm. Və ma'lum, şeyx deyir ki, və ma'lum ennəl qamar yəmləul arda bi nurihi. Məlumdur ki, qamar, ay yeri öz nuru ilə nurlandırır. Və kullu mən şahidəhu ya'nəsu bi müşahidətihi. Və kim ki aya baxır, onu müşahidə etməklə rahatlıq tapır. Fikir verin bənzətməyə. Lə siyyəmə fi leylətil bədr və yecma'an nur min qeyri əzə. Xüsusilə də deyir, bədirlənmiş bir gecədə Subhanallah deyir, aya baxırsan, ay səni narahat eləmir, əksinə rahatlıq tapırsan. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemin üzü də bax belə idi. Parlaq idi, sevincindən parıldayırdı, insanlar onun üzünə baxaraq rahatlıq tapırdılar, sallallahu aleyhi ve sellem. Və Ayşə radiyallahu anhə, Ayşə anamız radiyallahu anhə buyurur ki, Allah ondan razı olsun, Ənə Rasulullah sallallahu aleyhi ve sellem dəxalə aleyhə məsruran, təburuqu, əsəriru vəşhəhu. Peyğəmbər sallallahu aleyhi və səlləm yanıma daxil olduqda, deyir, gördüm ki, deyir, onun üz cizgiləri sevincdən, deyir, parıldayır, deyir. O qədər sevinmişdi ki, deyir, parıldayır, deyir, üzü. Ayşanamız deyir. Fəqalə, Allah Rasul dedi ki, Ələm təsmə'i mə qaləl mudlici li Zeydin və Usamə. Ey Ayşə, Əl-Mücəzziz, Əl-Mudlicinin Zeyd və Usəmə haqqında dediyini eşitmisən? Yəni, eşitmədiyin nə dedi? Və rəə əqdəməhumə. Zeyd və Usəmə deyir, o ayaqlarına baxdı. Dedi ki, İnnə bə'də həzihil əqdəm min bə'd. Bu ayaqlar deyir, biri birindəndir, deyir. Biri digərindəndir, eynidir yəni. Və bu barədə inşallah istərdim ki, yekun olaraq bu hədisdə niyə Allah Rasulü sevinir? İnşallah onun əlavə şərhdən oxuyacağım Allahın izni ilə. Allahdan istəyir, Allah faydalı etsin. Onun üzü xatirinə etsin. Amin. Görün Allah Rasulü qardaşlar nə üçün sevinir? Sevinir sallallahu aleyhi və səlləm. Hədisdən fayda olaraq şeyxlər deyir ki, Əl-validu sirru əbihi və ummihi. Övlad atanın, ananın sirridir. Və qəd yəkunu fi sifatihi məzicun beynə sifatihi validihi. Əl-xalqiyyə vəl-xuluqiyyə. Və deyir, uşaqda atadan da, anadan da istər əxlaqı, istər də xilqəti, yaradılışı, yəni oxşarlıqlar olur övladda. Yəni, övlad ya anaya oxşayır, ya ataya oxşayır, ya da ikisindən də nəsə olur. Və fi həzəl hədis, bu hədisdə də Talibi Ayşə radiyallahu anhə, ənə Nəbi sallallahu aleyhi və səlləm dəxələ aleyhəl beyt zətə yevmün məsruran. Ayşə anamız rəvayət etdiyi hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm onun yanına sevincli halda daxil olur və sevincindən onun üzü deyir, parlaq idi, parıldayırdı deyir. وَهِيَ الْخُتُوتُ الَّتِي فِي الْجَبْهَةِ وَهَذَا كِنَيَّةٌ عَنْ شِدَّةِ فَرَحِهِ. Peyğəmbər sallallahu aleyhi və səlləmin sevincindən deyir, onun üzündə xəttlərin parlaqlığından deyir, bilmək olurdu.
O xutut ki, hədisdə keçən ki, üzündə olan xəttlər, o kinayədir. Yəni, Allah Rasulü o qədər sevinirdi ki, həmən üzündə olan xəttlərdən bilərdilər. Fəqalə ləhə, Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşəniyə dedi ki, ələm təra ənnə mücəzzizən, mücəzziz əl-mudlicinin dediklərini gördünmü? Kənə məşhuran bil qiyafə. Mücəzziz, həmin adam, kənə məşhuran bil qiyafə adlanan olan vaxtında elm var idi. Onunla məşhur idi, qardaşlar. Və hiyə tətəbbu'u əl-əthər və ma'rifətuhə və ma'rifətü şəbəhir rəcul bi əxihi və əbihi. Qiyafət ilmi nə idi? Həmin adamın işi idi. Baxırdı iki nəfərin əlinə, ayağına, qoluna, zahiri görkəminə, deyirdi ki, bu bunun qardaşıdır. Və yaxud deyirdi ki, bunun atasıdır. Bu, onun oğludur. Belə kəlmələr deyirdi, o da çox etibarlı adam idi. Qəbul edirdilər ki, Əl-Mudli ki, dedi ki, bu bunun oğludur və salam oğludur. O qədər onda elə bir elm var idi, baxan kimi bilirdi. Fikir verin, Allah Rasulü nə görə sevinir? Vəqət kənə nəimeyni mütəcaviriyin. Kim? Zeyd ibn Haris və Usamə ibn Zeyd. Zeyd ibn Haris, Usamə ibn Zeyd. Usamə ibn Zeyd, Zeyd ibn Harisin oğludur. Usamə ibn Zeyd, Zeyd ibn Harisin oğludur. İkisi də deyir, yatmışdılar. Və başlarını örtmüşdülər. Allah Rasulun yanında. Ayaqları ikisində qalmışdı çöldə. Birinin ayaqları, Zeyd ibn Harisin ayaqları ağappaqdır. Usamə ibn Zeydin oğlunun ayaqları isə qapqaradır. Qara dərili idi oğlu. Ata ağappaq, oğul qapqara. Bunu da mudləci görür, amma başları örtülü idi. Bilmir ki, bu Zeyddir, Usamədir. Ayaqları görür, Qadir Allah Rasuluna deyir ki, bunlar bir-birindəndir. Sanki bu bundan yaranıb. Bir-birindəndir. Qarıya deyir ki, ağı görsədib, qaranı deyir ki, bu bir-birindəndir. Və səbəbə sururihi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü eşidib başlayır sevinməyə şiddətli. Nə üçün? Əl-cahiliyyə, cahiliyyə dönəmində kənət təqdəhu fi nəsəbi Usamə radiyallahu anhu. Usamə radiyallahu anhunun oğlunun qapqara doğulduğuna görə təhqir edirdilər. Onu alçaldırdılar ki, yəni də nəsil qarışıb. Üstünə gedirdilər belə. Və likonihi əsvat şədidə səvad. Çünki deyir, Zeyd ibn Haris, Usamə ibn Zeyd şiddətli qara idi, deyir. Qara dərili idi. وَلَسَلْ ذَٰلِكَ عَنْ اُمِّهِ. O deyir, anasına oxşamışdı. Ümmü Əymənə. Anası Ümmü Əymənə oxşamışdı. Anası qara dərili idi, atası isə ağappaq idi. Fəqad kənət səudə. Anası da qara idi. Və Zeyd radiyallahu anhu kənə əbiyyada minəl qutun. Atası Zeyd radiyallahu anhu isə pambıqdan ağ idi. Fələmmə qalə mücəzziz, mə qalə mə əxtilafil ləvun, surra sallallahu aleyhi və səlləm. Mücəzziz ki, bunların üzlərini görmür, özü də müşrik idi, təhqir edirdi. Üzləri görmədiyi halda, amma elm var axı onda, mücəzzizdə. Ayaqlara baxıb dedi ki, bunlar bir-birindəndir. Yəni, qohumdular. Peyğəmbər sallallahu aleyhi və səlləm sevindi, niyə mücəzzizin sözünü cəmaat götürürdü? Yəni, artıq Zeyd radiyallahu anhunun üzərində olan qara ləkə düşdü. Subhanallah. Əlhamdülillah, Allah Rasulü da o təmizə çıxdı deyənə, ona görə sevindi. Ayşə anamız da deyir ki, sevindi, üzü deyir, par-par parıldayırdı. Üzündə olan xəttlər deyir, parıldayırdı. Yəni, Allah Ayşə anamız da şahid olan hissəsi onun üzündən xəbər verir. Üzünün parlaqlığından, ağ olmasından. Allah'tan istirik ki, Allah subhanahu wa ta'ala eşidib faydalananlardan etsin. Aqulu ma tesma'un, estağfirullah li və lakum və lisa'iril muslimin min kulli zənb, və estağfiruhu innehu huvel gafurur rahim.